Diqqət dağınıqlığının bir səbəbi böyük ehtimalla hamımıza aid olan informasiya bombardımanı nəticəsində diqqətimizin dağınıq olmasıdır. Bu hər birimizə xas olan bir xüsusiyyətdir. Yenə iş uşağa gələndə problem uşağın üstündə qalmasın. Hamımızda bu bir şəkildə var. Ancaq uşağa baxan yönü ilə ya da ümumiyyətlə bizə baxan yönü ilə əsasən bu informasiya dövründə diqqətimizi cəlb etməyən, bizim üçün maraqlı olmayan şeylərə qarşı diqqətimiz dağılır. Bu da yenə də sadəcə uşaqlara yox, hər birimizə məxsus olan bir şey. Diqqət dağınıqlığı deyirlər. Mən uşaqdan tutaq ki, maraq duyduğu nədir? Məsələn, futbol. Futbolçuların adlarını necə lazımdır sayır. Ya da bir həftə əvvəl sevdiyi futbol komandasının necə qol vurduğunu birbaşa təsvir edir. Bu nətər yadından çıxmadı. Ancaq dünən öyrəndiyi şeir yadından çıxdı. Çünki maraqsızdır. Əslində diqqətin dağınıqlığı problemi yoxdur. Diqqətin mərkəzləşməsi məsələsi var. Mənim diqqətim o qədər bir şeyə mərkəzləşir ki, o biri eşitdiklərim eşitmirəm də. Yəni sadəcə deyirlər maraqsızdır deyə mən diqqətimi cəlb eləmir. Sən burada mənə riyaziyyat öyrətsən, amma riyaziyyatı elə öyrədirsən ki, bu mənim üçün maraqlı deyil. Ondansa bu birisi mənim üçün daha maraqlıdır. Ona görə də diqqət dağınıqlığına həssas yanaşmaq lazımdır. Uşaq maraq duyduğu hər hansı bir şeyə qarşı diqqətini itirmirsə, onda diqqət dağınıqlığı yoxdur. Onun diqqətini cəlb elə bilməyən adamın dağınıqlığı var. O öz dağınıqlığını düzəltməlidir.